Paltarlarını seçirik. Getdik. Bu tərəf gedənlər, bu tərəf qalanlar olacaq. O şəkildə uyğunlaşdıracaq. İlk öncə koftalar, daha sonra isə şalvarlar. Koftalarla başlayaq. İlk öncə belə bir koftam var. Bunu yeni almışam. New Yorker'dan cəmi 7 manata. Bunu sevirəm və geyinirəm. Ona görə qalacaq qalanlar. 1 hour later. Belə bir qollu sarışqa var. Bunu əslində arada sırada geyinirəm. Tamam. İnandım, tamam. Amma artıq köhnədir. Bu məndə çoxdan da var. Bilmirəm geyinim ya atım. Məncə atım. Bu atılsın bu tərəf. Belə bir koftam var. Bunu Trendyoldan almışdım. Çox sevirəm əslində. Çox da geyinirəm. Bu şəkildə. Ona görə bu qalsın. Daha sonra bir kofta daha. Bunu yenə New Yorker'dan almışdım. Cəmi 7 manata. Və bəyənirəm, çox qəşəngdir. Biraz iç göstərir, amma altdan düzgün bir şey geyinməklə həll eləmək olar. Ona görə bu da qalsın, təzə almışam. Oh my god. Belə bir kofta var, bu buraya nətər gəlib bilmirəm. Üstü ləkəlidir. Yəni, bəlkə də saçımı boyayanda falan zat geymişəm. Yəni, ləkəlidir, ona görə getsin. Tuluya. Daha sonra ta keçmişdən qalma, hansısa 4-5 ildir, hətta 6 ildir ola bilər bir kofta. Bu kofta deyil, dondur. Hətta o qədər böyükdür, yəni geyinmirəm, getsin. Bu tərəf. Belə bir kofta daha. Bunu da çoxdan almışam, 5-6 illik. Yəni koftadır, geyinmirəm, getsin. Daha sonra belə minnacıq, gözəl bir sarışqım var və bunu çox sevirəm. Bunu da geyinirəm, ona görə bu qalsın, bu tərəf. Ərgənliyimin koftası belə, bu şəkildə papaqlı. Bilmirəm, bu niyə buradadır, amma bunu geyinmirəm, getsin. Daha sonra belə bir kofta var. Heç vaxt geyinməmişəm, geyinməyi də fikirləşmirəm, ona görə getsin. Belə bir forma koftası var. Bunu Bakıdan almışdım. Ancaq çox qəşəng, material da çox qəşəngdir, amma üstünə ləkə düşüb. Bu şəkildə buralarda ləkə var və yuyulur da getmir. Bilmirəm, atım ya qalsın. Amma çox qəşəng koftadır. Neon. Məncə getsin. Belə bir kofta daha. Bu da 5-6 illik koftadır. Evdə geyinirdim əslində bu koftanı. Artıq geyinmirəm. Ona görə getsin. Belə bir kofta daha. Heç vaxt geyinməmişəm. Yəqin ki də geyinməyəcəm. Ona görə getsin. Daha sonra Trendyoldan belə sadə ağ koftamız var. Bunun üstünə də ləkə düşüb. Ona görə bilmirəm, yəni bunu yəqin ki tulayacam, üstü ləkəlidir. Bu da getsin. Hamısı getdi. Paltarım qalmadı. Mutlu musunuz? Hiçbir şey sormayın. Neden? Daha sonra belə bir kofta, yəni bu mənim 11-ci sinifdən məndə var bu. Harcı bir 7 ildir məndə var bu. Əslində pis deyil, amma geyinmirəm. Ona görə getsin. Daha sonra belə bir kofta, bunu evdə geyinirdim. Biraz boynu sökülüb. Geyinmirəm, ona görə getsin. Bolca sarışqam var, yəni köynəyim var. Bu köynəyimi çox sevirəm. Həm mənə deyir ki, çox böyükdür sənə, amma olsun mən oversize çox sevirəm, ona görə qalsın bu. Yoldan aldığım belə bir köynək var. Yəni yaz havası üçündür, əsl yazlıqdır, çox qəşəngdir, bəyənirəm və geyinirəm, ona görə qalsın. Ağ sarışqam var, bunu da Trendyoldan almışam. Amma təəssüf ki, ağ olduğu üçün tez ləkələnir və ona görə ləkələri çoxdur. Ona görə getsin.
Paltarım qalmadı deyəsən. Belə sarı mı sarı, qəşəng bir sarışdan var. Balon qolludur, çox qəşəngdir, bəyənirəm. Qalsın bu. Bir zəhmət qalsın. Paltarım qalmadı çünki. Koftam var. Bunu da çoxdan almışam, yəni 4-5 illikdir. Bunu çölə geyinmirəm, amma evdə geyinə bilərəm, ona görə qalsın. Tez-tez geyindiyim köynəklərdən biri daha üstü papatyalıdır, çox qəşəngdir, rəngi çox qəşəngdir. Bunlar çamadanda gəlib, ona görə qırışır təmiz, əslində ütülüydü. Mən artıq rayondayam bu arada. Ani şəkildə, yəni Bakıda deyiləm, rayondayam. Bunlar çamadanda gəldiyi üçün bu şəkildə qırışır. Amma bunu çox sevirəm, ona görə bu qalsın. Belə bir kofta daha, bu mənim pijamam var idi, onun koftası idi, yəni uşaqlıq, bu da onun prinsipdən qalma bir şeydi, geyinmirəm, geçsin. Belə bir, nə deyirlər buna, atlet, türklər atlet deyir. Bu da, yəni çoxdan aldığım bir şeydir, amma hələ də geyinirəm və bəyənirəm, ona görə qalsın. Toz. Uşağam, yox, uşaq deyiləm. Amma olsun, bunu keçən almışam, Elsivakikdən. Daha doğrusu Mirağa almışdı, yəni nişanlım, keçmiş nişanlım. Çünki artıq həyat yoldaşımdır. Hə, çox böyükdür, oversize'dir, amma bəyənirəm, qalsın. Daha sonra belə bir saruçka. Əslində çox qəşəng sarıçqadır, amma qolları sökülüb, əslində qolları büzməli olmalıdır. Qolları söküldüyü üçün, bilmirəm, artıq evlənəcəyim üçün bunları tullamaq istəyirəm, yenilərinə yer açmaq istəyirəm, ona görə məndə geçsin bu da, deyə düşünürəm, geçsin. Yoxsa qalsın, yaxşı qalsın, qalsın. Sarıçqa daha tüldür bu əslində, yəni neysə üstündən geyinməlik bir şeydir bu şəkildə. Amma biraz süzülüb. Mən bunu paltar yanında atmışam. Paltar yanında təmiz bu tərəfləri biraz süzüldüyü üçün geçsin. Kofta, amma ləkəli kofta. Çünki mən bunu defaktodan almışdım. Çox mükəmməl bilgilərimlə mən bunu paltar yanına atanda yumuşaldıcını da promo üstünə atdığım üçün belə bu şəkildə ləkələri qalıb bir çox paltarda, ona görə ləkəlidir, geçsin. Əlimdən də heç bir iş gəlmir, maşallah olsun. Hadi bana müsaade. Yerəyim, cəmi bir dəfə geyinmişəm, o da müdafiəmdə qalsın, bəyənirəm, qəşəngdir. Daha bir yelək, bunda məcuniyyətində geyinmişdim, cəmi bir dəfə geyinmişəm. Üstünün bəzəyi çox qəşəngdir, bu da qalsın. Və heç açılmayan bir kofta. Bunu Temu'dan almışam. Çox qəşəngdir əslində. Yəni, belə əsl yaz vibe verir. Amma təsvir olsun ki, iç göstərir. Bunu qəşəng cinsdən geyinirsiniz, çox qəşəng olar. Amma iç göstərir. Altdan bir şey geyinməliyik mütləq, yəni bir mayka filan zat. Yoxsa belə geyinmək mümkünsüzdür bunu. Amma çox qəşəngdir. Qalsın, heç bir dəfə də geyinməmişəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Mütləq videoların davamı gələcək.